Bir iddia var ki, egzosomlar dərinin kollagen istehsalını 600%, elastikliyini isə 300%-ə qədər artıra bilir. Bu sizcə də çox şişirdilmiş rəqəmlər deyil? Bu məncə hədsiz çox şişirdilmiş rəqəmlərdir. Bizdə ümumiyyətcə, xüsusən də Azərbaycanda marketinq sözlərinə çox önəm verilir və istər-istəməz hardasa o cümlələr işləndikdə ki, 600%, 300% insanlara maraq gəlir ki, necə ola bilər bu? Amma gəlin gerçəkçi olaq. Təbii ki, bu egzosomlar yenə qeyd etdiyim kimi dəriyə müsbət təsir edir. Deyərdim öz praktikamdan bu günə qədər ki, kiməsə tətbiq eləmişəm, heç bir nəticə almamışam. Olmayıb belə bir hal. Hər kəsdə müsbət, az da, çox da, indi kimdə az, kimdə çox, o fərqli ola bilər. Amma o qədər 600-300% mümkün deyil. Amma bir 30%, 40% təbii ki, normal vəziyyətdən daha müsbətə doğru biz yönəlirik.